Salam değerli izleyiciler, hər biriniz xoş gördük. Bu videoda sizlərə Russellin Din və Elm kitabındakı dinin elmə zid olduğu fikirlərini təhlil edəcəyik. Russell Din və Elm kitabında bəzi məsələlər gətirərək dinin elmə zid olduğunu insanlara çatdırmaq istəyir. Birinci məsələ odur ki, qeyd etmək lazımdır ki, Russell dinin elmə zid olduğunu Yahudilik və Xristianlıq, ən əsas da Xristianlıq üzərindən ifadə edir. Burada İslam kimi böyük bir dünyada bir çox ölkələrdə yayılmış, dünyanın hər tərəfində yayılmış İslam dinindən bəhs eləmir. Lakin bu da doğru deyil. Yəni bir dinlərin elmə zid olduğunu və ya dinin elmə zid olduğunu izah eləmək istəyən insan gərək bütün dinlərə nəzər alaraq bunu eləsin. Bir din üzərindən eləyərək bu doğru olmaz. Russell kitabında, Elm və Din kitabının 57-ci səhifəsində Xristianlıqda yayılmış, Xristian dünyasında yayılmış orta əsrlərdə bir fikir qeyd edərək dinin elmə zid olduğunu qeyd edir. Orta əsrlərdə tibb barəsində bəzi məsələlər qeyd olunur. Qadınların xəstələnməsi insanlar tərəfindən qadınların içinə cin girməsi kimi bir fikir yaradırdı. O qadınlara fərqli üsullarda işgəncə edirdilər. Russell kitabında xəstələnmiş qadına cin girir, Xristian rahiblər cin girir deyə düşünüb ona cin çıxarmağa çalışır. Əgər o qadın xəstəlik düzəlməzsə, o qadını hətta öldürürdülər. Və orta əsrlərdə minlərlə və çox sayda qadın bu şəkildə ölmüşdür. Ruh xəstə olan qadınlar isə içinə şeytan girdi ifadəsi ilə öz işgəncələrdən, Xristian rahiblər tərəfindən olan işgəncələrdən dünyasını dəyişmişdir. Təbii ki, Russellin qeyd etdiyi bu məsələ doğrudur. Orta əsrlər dövründə Xristianlıqda əsas fikirlər elmə zid fikirlər idi. Yəni, dinin ortaya qoyduğu fikirlər əslində elmdən ziddiyyətli təşkil edir. Məsələn, Xristianlığın əsas görüşü bundan ibarət idi ki, yer sabitdir, kainat onun ətrafında dövr edir. Amma bildiyiniz kimi, yer sabit deyil, yer öz oxu ətrafında və günəşin ətrafında dövr edir. Bu fikri, misal üçün, İslam dünyasında 7-ci, 8-ci əsrdən bəri ifadə ediblər, kitablarda yazıblar. Hətta bu fikirdən üst bir fikirlərə İslam dünyasındakı alimlər keçiblər. 999-cu ildə İslam dünyasının iki böyük alimi olan İbn Sina və Biruni bir-birləri arasında elmi mövzularda məşrulaşmalar aparırdılar. Bu məşrulaşmalarda söhbət bundan ibarət idi ki, olduğumuz bu günəş sistemindən başqa kainatda günəş sistemləri varmı, yoxsa kainatda tək günəş sistemi bizik? Yəni, biz artıq dünyanın sabit olma məsələsindən keçmişdik, dünyanın sabit olmadığını bilirdik. İslam dünyasındakı alimlər artıq kainat məsələləri ilə bağlı bir-birlərindən söhbətlər apardı İslam dünyasının alimləri. Lakin Xristian dünyasında belə deyil. Xristian dünyasında ta əvvəldən Xristianlıq elmə zid olaraq bir fikir qoymuşdu. Bizdə isə Peyğəmbərin bir çox sallallahu əleyhi və səlləmin bir çox hədisləri var idi ki, elm içində də olsa, onun qaziyyətinin və ya elmi mədrəsələr, digər şeylərin təhsil olunması Peyğəmbərin sallallahu aleyhi və səlləmin tərəfindən öz varlığını doldurmuşdur. İndi isə orta əsrlərdə Xristianlığın belə olmasını Russell necə izah edir? Russell qeyd edir ki, bu elmə zid idi. Dinin elmə zid olmasını bu şəkildə izah edir. Yəni, deyir, Xristianlığın bu kimi işləri onu göstərir ki, din elmdən bir araya gələ bilməz və din elmə ziddir. Bəli, bu biz tarixi arxa planda qeyd elədik ki, doğrudur. Xristianlığın orta əsrlərdə qoyduğu mövqe bundan ibarət idi. İçi ruh xəstə olan və ya psixoloji problem olan insanları, əsasla qadınların içinə şeytan girib deyə işgəncə edirlər. O, təbii ki, üsulda düzəlməyəcək. Onda isə qadınları və ya əsasla qadınları təbii ki, amma kişilər də istisnalarda olub. Onları hətta öldürürdülər ki, artıq bu içində şeytan var. Halbuki onun bir psixoloji problemi və ya başqa bir xəstəliyi var idi. Lakin İslam dünyasına gəlin baxaq. Məsələn, sizə İslam dünyasında
xəstəxanaların yaradılması, tibb sahələrindəki inkişafla bağlı bütün tərəflərdən araşdırma aparılaraq yazılmış bir kitab görsəm, İslam dünyasında türkçəsi hastanələr olan bu kitabda yazar bütün tarix kitablarından olan toplayaraq bu məsələləri İslam dünyasındakı xəstəxanaların necə, tibb sahəsində necə inkişaf elədiyini, xəstəxanaların necə yayıldığını gözəl şəkildə bu kitabında toplayıb. Təbii ki, bu da tarix kitablardan yola çıxarır. Məsələn, Təbəri bir çox aspektdən öz tarix kitabında İslam dünyasındakı xəstəxanaların yayılmasına qeyd edir. Təbərinin kitabında məsələn qeyd olunan bir məsələ isə Bağdadda 10-cu əsrdə qurulan ruhi xəstələr üçün mərkəz idi. Bağdadda dünyanın ilk xəstəxanası qurulur. Sonradan bir neçə il sonra isə o xəstəxanada ruhi xəstələr üçün bir bölmə, yəni kafedra ayrılır. İndiki dillə isə kafedra olaraq bir bölmə ayrılır. Yəni İslam dünyasında artıq 10-cu əsrlərdə ruhi xəstələrin belə müalicə olunması üçün bir tibb mərkəzi olduğu halda orta əsrlərdə xristianlıq dünyası ruh xəstələri asır, öldürür, işgəncə edir. Bu nüansı qeyd elədik. Lakin Russellin xristianlıq əsasından götürüb dinin elmə zidd olması ilə bağlı kitab yazması, sonraki alimlərin də Russellin yolunu davam edərək dinin elmə zidd olduğunu qeyd eləməsi doğru bir şey deyil. Çünki əgər bir dinin elmə zidd olduğundan danışılırsa, bütün dinlər cəhətdən qeyd olunmalıdır. Xristianlıq üzərindən və ya götürüb və ya Buddizm üzərindən götürüb, yaxud Hinduizm üzərindən götürüb dinin elmə zidd olduğunu qeyd eləmək asandır. Lakin İslam üzərindən, İslam dini üzərindən elmə zidd olduğunu demək çətindir. Çünki İslam dini ortaya çıxdığı zamandan bəri İslam düşünürləri, alimləri, müsəlmanlar elmə böyük töhfələr vermişlər. İbn Sina məsələn, İbn Sinanın yazdığı qanun kitabı, səhv eləmirəmsə, tibb sahəsində böyük bir kitabdır. Bu kitab Avropada əsrlər boyu tibb məktəblərində və ya universitetlərində, mərkəzlərində əsas kitab olaraq dəstək kimi tələbələrə öyrədilmişdir. İslam dünyasının belə inkişaf eləməsinə baxanda artıq başqa bir Avropa alimi və ya başqa bir qərb aliminin çıxıb da İslam dini elmə qarşıdır deməsi mümkün deyil. Mən bunu başqa videolarda qeyd eləmişəm. Bir konferansda olmuşduq Azərbaycanda. Bir kitab götürdüm əlimə. Russellin Azərbaycancası kitabı tərcümə olub, səhv eləməmişəm. Azərbaycancası idi, bəli. Mən niyə xristian deyiləm kitabıdır. Kitabı açılsam mündəricatında dinin elmə zidd olduğunu orada da bəhs edir Russell. Mən də orada bir ifadə işlətdim ki, Russell elə dinin elmə zidd olduğunu xristianlıq üzərindən izah edə bilər. Başqa İslam dini üzərindən izah edə bilməz. Orada da satıcı və ya orada mərkəzin işçisi idi, səhv eləməmişəm, ateist imiş və qeyd edir ki, elə İslamdır. İslam niyə ki, İslam da elə elmə ziddir falan. İslamın elmə zidd olmasından bağlı bəzi suallar verdim ona. Heç bir cavab verəmədi. Sonra mövzumuz ətraflı, geniş başladı danışılmağa. Amma sonunda o bir İslam dinin elmə zidd olmasından bağlı bir şey gətirəmədi. Qurandan bir-iki ayə nüans gətirmək istədi, amma lakin onlar da yəni, məsələn, Qurandakı möcüzələr deyirlər, elmi ayələr deyirlər. Quran deyirəm, elmi ayə iddia edilmir, yox. Bir müsəlman çıxıb, Qurandan bir ayəni götürüb, bu, baxın, elmi bir ayədir deyə bilər, elmlə bağlı bir ayə deyə bilər. Amma o müsəlman doğru deyir anlamına gəlmir. Quran heç bir zaman bütün elmləri əhatə edirəm deyə bir kitab deyil. Quran mənəviyyat kitabı olub, belə bir iddiası da heç bir zaman olmayıb. Onun üçün Quranı orada kimya, riyaziyyat, fizika, astronomiya axtarmaq da doğru bir şey deyil. Elə bir müsəlmanın elə bir məsələni iddia eləməsi doğru deyil. Bunu izah elədim. Təbii ki, onun orada bir cavabı da mümkün olmadı qeyd etmək. Çünki bir çoxları az əvvəldə qeyd elədiyim kimi Russellin din və elm kitabının gətirdiyi fikirlərlə bir çoxları bugünkü gündə də davam edirlər dinin elmə zidd olmasından bağlı fikirlərini. Amma Russellin kitabındakı fikirlər köhnəlib. Mən daha öncə Russellin kitabını sizə təqdim etdim və oradakı
mövzuları sizə açıqladım və mövzular üzərindən zamanla sizə təhlil eləyəcəyimi demişdim. Bu gün mövzu din və elm kitabında, Rastelin din və elm kitabında tibb sahəsilə bağlı oldu ki, o tibb sahəsi ilə dinin elməcid olduğunu iddia edirdi. Biz o iddianı bacardığımız qədər yanlış olduğunu sizə ifadə elədik. Yəni, xristianlıq üzərindən deyil, İslam üzərindən bu iddianı qaldır. Baxaq, İslam üzərindən bunu danışa bilərsən, yaza bilərsənmi? Bunu sizlə danışdıq. Başqa bir mövzu isə Rastelin hazırda da biraz aktual olan məsələlərdə Nuh tufanı. Nuh tufanı sizə gələcək videoda izah eləmək istəyirəm. O tufan barəsində bir iddia atır ortaya. Əlbəttə, Nuh tufanı haqqında yenə ateistlər olsun, digərləri olsun, yenə bir aktual kimi gətirirlər əslində məsələyə. Mənə görə aktual olmalıdırmı? Xeyr, aktual olacaq bir məsələ deyil ki, onu hər dəfə qaldırıb ortaya ki, xeyr, elə bir tufan olmadı. Quran onu qeyd edir, amma Quran onu Sümer mədəniyyətindən, Babildən, mifologiyasından götürüb. Orada da o qeyd olunub, hansısa bir hekayədə qeyd olunub, Quranda o hekayəni görüb. Əslində o əlbəttə ki, biraz necə deyərlər, aldadıcı bir şey olar təbii ki, ona demək. Quranın hər kəsin, yəni Peyğəmbərin sallallahu aleyhi və səlləmin dünyada baş vermiş o hadisələri öyrənib, kimdənsə götürüb Quranı yazması kimi bir şey əlbəttə gülünc bir şey olur. Çünki Qurandakı ayələrin, məzmunların və gələcəkdə olacaq hadisələrdən xəbər verməsi əslində bir yenilik idi. Quranda olan hər şey Yahudilikdə, Xristianlıqda və ya Babil mədəniyyətində olmuş bir şey deyil. Bəzi nüansların olması da Quranın onlardan götürməsi anlamına gəlmir. Tarixdə bir hadisə olub, hansısa bir mədəniyyətdə olan insanlar bu Babil mədəniyyətində, qədim Sümer mədəniyyəti dediyimiz bölgəsində olan insanlar ola bilər, başqa bir bölgənin insanlar ola bilər. O hadisəni götürüb harasa bir qeyd edə bilərlər. Yəni, bu zaten Quranda dediyi budur ki, bu tufan olub. Bunun olması və Qurandan əvvəl bunun kiminsə yazılıb bir harasa bir dəftərə və ya bir kitab halında bunu yazıb söyləməsi, Quranın ondan götürməsi anlamına gəlməsi təbii ki. Yenə də mən bu mövzunu ətraflı olaraq burada qeyd etmək istəyirəm. Sadəcə bir hər halda bir giriş verdik biz sizə. Rastelin elm və din kitabındakı o başlıq var ki, fəsil var ki, Nuh tufanına bağlı. Orada bir sizə bu videoda da biraz da giriş verdim. Gələcək növbəti videomuz isə Nuh tufanı barəsində Rastelin iddialar olacaq. Əslində Rastel orada bəzi nüanslarda bir çoxlarından fərqli bir iddialar verir əslində. Yəni, Rastelin o mənasında bir şey deyir. Rastel Avropanın böyük alimlərindən olub. Lakin onun ən çox mənim fikrimcə tənqid olunacaq tərəfi isə dinin elməcid olmasını ancaq xristianlıq üzərindən təhlil eləməsi olur. Yəni, xristianlıq üzərindən təbii ki, Rastel Avropa mədəniyyətindən çıxmış bir alimdir. Avropada xristianlıq dini hakim olub. O da xristianlıq üzərindən gətirilməsidir. Amma bu mənim fikrimdə tam olaraq doğru deyil. Çünki Avropa mədəniyyətindən çıxmış biri ola bilərsən, lakin dünyada bir din hakim deyil. Xristianlıq qədər İslam dinində dünyanın bir çox yönlərində güclü olmuş bir dinidir. Hətta Avropanın özündə belə hazırda milyonlarla müsəlman yaşayır. Londonda, İngiltərənin mərkəzində bir çox məscidlər var ki, onlarda hər gün azan verilir. Yəni artıq təkcə Şərq ölkələrində deyil, İslam dini Avropa ölkələrində də yayğındır və orada da milyonlarla müsəlman yaşayır. Belə olan halda ancaq xristianlıq üzərindən götürmək mənə görə yanlışdır. İslam üzərindən də götürüb kitabında təhlil edə bilərdi. Lakin İslam üzərində qeyd etdiyim kimi təhlil etsəydi, onun fikirləri ancaq xristianlığa yayğın olardı. Yəni, İslam dünyası belə bir hadisə olmayıb. Kiminsə içinə bir qadın xəstə olsun, onun içinə İslam alimi, müsəlmanları və ya İslam dinində olan bir müsəlman din xadimi o qadına dəli olub, onun içinə şeytan girib, onu öldürək kimi bir İslam dünyasında nüanslar olmayıb. Əlbəttə, günümüzdə bəzi insanlar bu işlərlə məşğul ola bilərlər. Bəzi müsəlmanlar, adını müsəlman qoymuş insanlar cin girdi, cin çıxdı kimi bir işlərlə məşğul ola bilərlər. Yenə də bu İslam dininin bunu təşviq elədiyi, İslam dininin özündə bunu olduğu anlamına gəlməz.
hər toplumda, hər bir cəmiyyətdə cahil insanlar olduğu kimi, İslamda da bəzi cahil insanlar var ki, belə işlərlə məşğul ola bilərlər. İslam dinində də belə bəzi cahil insanlar ola bilər ki, bu işlərlə məşğul olsunlar. Ancaq bu İslam dininin belə bir işə təşviq elədiyi anlamına gəlməz. Təbii ki, İslam dünyasında ta Peyğəmbərin dövründən, sallallahu aleyhi və səlləmin dövründən ki, belə bir məsələ olmayıb. Peyğəmbərimiz elmə dəyər verib. Hətta belə bir məsələ var ki, Avropada bildiyiniz kimi vəba xəstəliyi Avropa dünyasını tamamilə çökdürür. Avropada vəba xəstəliyi yayılanda səhv eləməmsə o vaxtı 50 milyon insanın öldüyünü qeyd edirlər. Lakin İslam dünyası vəba xəstəliyini çox rahatlıqla yola verir. Peyğəmbərin məşhur bir hədisidir. Vəba xəstəliyi yayılanda evlərinizdən çıxmayın deyə bir rəvayəti, hədisi var. Fərqli-fərqli, təbii ki, bu alimlər bu hədisi yayırlar. Evdə olanlar evdən çıxmasınlar, digərləri başqa yerdə qalsınlar kimi bir rəvayətlər fərqlidir təbii ki. Amma yəni nas olaraq, əsas olaraq Peyğəmbərin vəba xəstəliyində bir karantin tətbiq eləməsi var. O vaxtı dövrdə bir xristian din adamı kimi bu bizə təsir eləməz, vəba xəstəliyi müsəlmana keçməz kimi xristianlıqda belə sözlər var idi. Təbii ki, xristianlıq dünyası vəbanı şeytandır, cindir, ibadət edin, vəba sizə bulaşmaz, sizə olmaz deyə bir sözlər deyiblər təbii ki. Amma bizdə İslam dünyasında Peyğəmbərimizin belə bir sözü yoxdur. Peyğəmbərimiz karantin tətbiq edir Mədinə şəhərində və deyir müsəlmanlara ki, evlərinizdə namazlar qılın, məscidə toplaşmayın ki, vəba xəstəliyi müsəlmanlar arasında yayıb da həyatınıza son qoymasın. Bu gözəl tətbiqi biz görürük, amma çox əfsuslar olsun ki, Russell kitabında İslamın belə bir elmlə uzlaşmasını qeyd eləmir. Əziz izləyicilər, bu video bura qədərdir. Gələn videoda inşallah sizlərə Russellin Nuh tufanı ilə bağlı görüşlərini və bizim o görüşlərə cavabımızı qeyd edəcəyik. Bugünlük bu qədər. Görüşmək ümidi ilə. Sağ olun.